Kəsin sumkası bu bahalığındasın. Mən qələt eləyərəm. Mən 3000-lik, 5000-lik, 500-lük, nə bilim, 1000 manatlıq sumka götürərəm. Mən qudurmuşam bə. O pulu mən yerdən qazanmamışam. Mən o pulu zülümlə qazanmışam. Mən o zülümlə qazandığım puldan səmərəli istifadə eləməliyəm. Bəlkə bu mənim səsim batacaq. Batıb da, illərlə batıb da səsim. Sonra necə olacaqdım? Necə olardım? Bilirsiniz, insan əlinə 5 manat gələndə qudurmaz. Həqiqətən qudurmaz. İmkanın çatır, bir yaxşı iş gör, xeyirxah iş gör. Geyimi ilə mən hansı baha paltarı geyinib, hansı bahalı pullu adamlar var da, kimin qabağında loğalana bilərəm? Sən bir dənə mənə deyil. Loğalana bilərəm. Mən nə qədər pulum ola bilər ki, onlar bir dənə çantaya 20 min pul verir, 30 min pul verir. Mən onu eləyə bilərəm. Yox, ay bacı, qurban olur. Ona görə insan kimsənsə onu göstər. Nə olub? Nədir? Nə olub da? Kim aparıb çiynində bu dünyada bu hər şeyi?